Selamlar. Heç şübhəsiz ki, YouTube-da çox maraqlı, keyfiyyətli kontentlər yaradanlar var. Fransız filosof, sosioloq, mədəniyyət tənqidçisi olan Baudrillarddan danışmaq istəyirik bugün. 20-ci əsrin sonlarında postmodernizmin əsas nümayəndələrindən biri sayılır. Əsas fikirləri bundan ibarətdir. Birinci, reallığın yerini görüntü, işarə alıb, simulyasiya. Metro falan idarə edəndə simulyasiyalar olur, o yadıma düşdü. Mədəniyyət və media real olanı yox, təqlidini təqdim edir. TV nə göstərsə gerçəkdən daha gerçək qəbul edilir. Bu hiperreallıq adlanır. İkinci, istehlak. Boşuna deyil ki, günümüzdə minimalist bir yaşam, minimalist bir həyat tərzi ön plana çıxarılır. Hər nə qədər də çox az bir hissədə onu görsək də. Dünən bir videoya rast gəldim. Normalda belə sosial mediada rast olduğumuz ki, təbiətlə iç-içə bir yaşam nümayiş etdirir. Getdi oradan nəsə dərdi, yedi, içdi, sadə bir kravatda yatdı. Kənd həyatı da şəhərdən uzaq. Yadımdan çıxdı ya, onun adı nə idi? Şəhər yaşam tərzinə bir də nə ad deyilirdi, o sözü unuttum. Dünən də birinə rast gəlmişdim. Bütün günü toyuqları ilə uğraşır. Beton yaşam, İşdə, evdə, hər yerdə deyir, betona baxırıq. Ruhsal durumumuz da ona görə bu hala gəlir. O da gedib özünə şəhər həyatından kənar bir yerdə 5-10 toyuqdan başlayıb onları böyüdür. Deyir, əvvəldən 5-10-la başlamalısınız. Bu cür qulluq edəyin. Nələr yeyir? Cəmaət özünə düzəltmədiyi salataları yedizdirir, səhər isti su verir, toyuqlara zəncəfil qatır, çuğundur verir, yerdən topladığı otları verir. Özəndən bunu anlatır da, necə toyuq yetişdirmək. Deyir, birinci, əsas sizə nə yumurtadır, yoxsa toyuğun ətindən istifadədir, ona qərar versən. Nə qədər şey yazmışdım, amma əzbərləyə bilmərəm. Həm də marağım yoxdur, amma kimsə məsələn uşaq böyüdür, ona elədiyi supları, şorbaları paylaşır, uşağınla oynadığı oyunları. Kimsə də toyuqlarla belə bir özünə yaşam seçib və təbiətin nə qədər iyiləşdirici bir gücü, yaxşı təsir edən bir gücündən danışır. Quiet luxury burada heç bir önəm daşımır da artıq. Bəlli toplumlarda, bəlli ölkələrdə bu var. Türkiyəyə bizə yad bir şeydir. Çünki biz göstəriş üçün yaşayırıq. Bunu deyənlər, dilə gətirənlər belə özləri də o cəmiyyətə qarşı gələ bilmir. Çünki cəmiyyətə qarşı gəlmək sənin bir növ özünə qarşı gəlməkdir də, təcrid edilməyi gözə alırsan. Təcrid edilməyin də özünün gətirisi və götürüləri var. Hər insan onunla razılaşmır. Özü deyir ki, məsələn, bu telefonu mən mod olduğu üçün almışam. Çünki getdiyim yerlərdə bu telefonu çıxartmasam mənə qəbul eləmirlər. Özü də sonra onu inkar edən şeylər eləyir, Ağılı danışır, amma yaşadığı həyat yenə eynidir. Giyindiyi üst giyimi olsun, nə bilim, hər şeylə, gündəlik həyatla ayaqlaşır bir şəkildə, amma danışanda başqa cür danışır. Güya sadə bir həyat şeydir. Sadə bir həyat tərəfdarıdır. Məndən olsa belə bir həyat yaşayaram, amma indi cəmiyyətə qarşı gəlməyə gücüm çatmır, çünki məsuliyyətlərim və yüklərim var. Belə bir mesaj verir. Deməli, bu ikinci danışdığım punktda alış-verişləri faydasına görə yox, simvolik bir dəyərinə görə edildiyi. Məsələn, bir ara French press modda idi, bir ara kahve makineləri var. Adi bir şey kimi indi yayılıb evlərdə, məsələn, evdə, iş yerlərdə air fryer'ın reklamı gedirdi. Hər şeydə, hər şey. Sonra adi elə bizim sevdiyimiz qolbaqlar olsun. Nərdeysə hər kəsin əlində var artıq. Akıllı saatlər olsun. Sən para olaraq ona imkanın çatırsa, ya kreditlə, ya bir şəkildə mütləq ki alırsan da, almayan da mən buna qarşıyam, nə bilim, ehtiyac görmürəm onu almaqda. Ona da biraz qəribə baxırlar ki, cimrisən, nə bilim, ayaqlaşa bilmirsən müasir dünya ilə kimi. Reklamlar ehtiyac yox, istək yaradır.
Üçüncü isə reallığın ölümündən söhbət gedir. Müasir dövrdə reallıq itir, hər şey təqliddir. Siyasət, xəbər, sənət, əsas fikirlər bundan ibarətdir. Fəlsəfə ilə, postmodernizmlə nə qədər ilgilərsiz bilmirəm, amma belə bir diqqətimi çəkən filosof, sosioloq oldu, mədəniyyət tənqidçisi oldu və paylaşmaq istədim. Özünüzə yaxşı baxın.